5 yanvar 2026 günlük bürcləri təqdim edir. Qoç. Bugün ciddi problemlər və böyük itkilər gözlənilmir. Əvəzində, peşəkar sahədə yeni perspektivlərin yaranması kifayət qədər mümkündür. Gün işgüzar ünsiyyət üçün əlverişlidir. Özünüzü düzgün aparsanız, yeni müttəfiqlər tapa bilərsiniz. Onların dəstəyi gəlirlərin artmasına və ya karyera pillələrində yüksəlməyinizə imkan verəcək yeni fürsətlər aça bilər. İşlə bağlı bəzi mövzuları qeyri-rəsmi mühitdə müzakirə etmək fürsətini qaçırmayın. Bu, bəzən iclas və ya seminarlardan daha faydalı ola bilər. Adətən, etibarsız saydığınız mənbələrdən gələn məlumatlara da diqqət yetirin. Bugün gözlənilmədən şayələr belə işinizə yaraya bilər. Hətta normalda onlara qulaq asmırsınızsa belə. Buha. Ətrafınızdakı insanlarla ortaq dil tapmaq və münaqişələrdən qaçmaq üçün xeyli səy göstərməli olacaqsınız. Xüsusən də onları müttəfiq kimi görmək istəyirsinizsə. Başqaları sizdən həddən artıq çox şey gözləyə bilər. Halbuki sağlam düşüncə, şəxsi maraqlarınızı başqalarının kaprizlərinə qurban verməməli olduğunuzu deyir. Davranışlarınızı niyə belə qurduğunuzu dəfələrlə izah etməyə hazır olun və tənqidə mümkün qədər sakit yanaşın. Günü elə planlaşdırmaq vacibdir ki, istirahət üçün də vaxt qalsın. Diqqətinizi problemlərdən yayındırmaq, sizi sevindirən bir işlə məşğul olmaq mütləq lazımdır. Səfərlər üçün də uyğun gündür. Dostlar və ya xoş tanışlar sizə qoşularsa, xoş təəssüratlar daha çox olacaq. Əkizlər. Hər şey ideal alınmaya bilər, amma yaranan çətinliklər sizi ciddi narahat etməyəcək. Bu da düzgün yanaşmadır. Çünki problemləri tezliklə həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olacaq. Bəzi əkizlər əvvəllər buraxılmış səhvləri düzəltməyə və ya onların nəticələrini aradan qaldırmağa vaxt sərf etməli olacaqlar. Bu, səy tələb etsə də, nəticədən razı qalacaqsınız. Həmkarlar və rəhbərlik ilə münasibətlər bəzən gərgin ola bilər. Hətta yaxın bir vaxtlara qədər müttəfiq olan insanlar belə ümumi layihələrin uğuruna şübhə ilə yanaşa bilərlər. Qarşılıqlı iradlar və incikliklər mümkündür. Günün sonuna doğru diplomatik bacarıqlarınız sayəsində vəziyyəti yoluna qoymaq mümkün olacaq, amma emosional baxımdan bu asan başa gəlməyəcək. Xərçəng. Pis nəticələr əldə etmək mümkündür, amma bugün işlər öz-özünə yoluna düşməyəcək. Səy göstərməli olacaqsınız və həm tanış, həm də tam yeni tapşırıqları həll etməli olacaqsınız. Səbirli olun və əsassız risklərdən uzaq durun. Ehtiyatla və uzaqgörənliklə davransanız, başqalarının geri çəkildiyi maneələri belə aşa biləcəksiniz. Nəzərə alın ki, emosional fon kifayət qədər gərgin olacaq və bu bəzən əhvalınıza və özünüzü necə hiss etməyinizə təsir göstərə bilər. Buna görə də günü elə planlaşdırın ki, həm istirahətə, həm də sizi dəstəkləyən insanlarla ünsiyyətə vaxt qalsın. Şir. Bugün qətiyyətli addımlar atmaq üçün ən uyğun gün deyil. Əgər vacib bir nəticə əldə etmək istəyirsinizsə, ehtiyatlı olun və ətrafdakılar sizi tələsdirsə belə tələsməyin. Bugün xırda şeylər üçün narahat ola bilər, özünüzdən şübhələnə bilərsiniz. Belə məqamda kimsə bundan istifadə etməyə cəhd göstərə bilər. Ona görə də yalnız güvəndiyiniz insanlarla iş görmək daha məqsəd uyğundur. Bugün üçün nə planlaşdırırsınızsa, əsasən öz gücünüzə arxalanacağınızı nəzərə alın. Hətta etibarlı müttəfiqləriniz olsa belə, şərait elə gətirə bilər ki, onlar sizə kömək edə bilməsinlər. Qız. Qeyri-adi işlərlə məşğul olmağın vaxtıdır. Məhz belə işlərdə ən böyük uğuru qazanacaq və özünüzü ən yaxşı tərəfdən göstərəcəksiniz. Bu, həm də nüfuzlu insanların diqqətini cəlb etməyə və onların dəstəyini qazanmağa kömək edəcək. Nailiyyətlərinizdən danışmaq imkanı yaranarsa, onu qaçırmayın. Uğura necə çatdığınızı bilmək başqaları üçün də maraqlı olacaq. Ciddi bir problemlə üzləşən və onu həll etmək üçün uzun müddət çalışan qızlarda bugün parlaq ideyalar yaranacaq. Nə etməli olduğunuz və uğura gedən yol nədir, nəhayət aydınlaşacaq. Bəzi qızlar isə kimlərin onlara mane olduğunu anlayacaq və bu əngəlləri aradan qaldırmağın yolunu tapacaqlar. Tərəzi. Bugün sizin üçün asan olmayacaq, amma ardıcıl hərəkət etsəniz və ilk cəhddə alınmayan işlər üçün panikaya düşməsəniz, nəticə əldə edəcəksiniz. İşlə bağlı tapşırıqlar düşündüyünüzdən çox vaxt ala bilər və bəzilərinin öhdəsindən tək başına gəlmək mümkün olmayacaq. Müttəfiqləri düzgün seçmək çox vacibdir. Kimlərsə intuisiya ilə, kimlərsə həyat təcrübəsi və sağlam düşüncə ilə doğru qərar verəcək. Günün ikinci yarısında sizə perspektivsiz və maraqsız görünən işlərlə məşğul olmaq lazım gələ bilər. Onları mümkün qədər yaxşı yerinə yetirin ki, sonradan kimsə sizə irad bildirməsin və yanaşmanızı tənqid etməsin. Əqrəb.
Prioritetləri düzgün müəyyən etmək və xırda şeylərə ilişib qalmamaq vacibdir. Doğrudan da önəmli məsələlərə diqqət ayırsanız və boş yerə narahat olmasanız, gün kifayət qədər yaxşı keçəcək. Həmkarlar və rəhbərlik ilə münasibətlər gərgin ola bilər. Hətta yaxın bir vaxtlara qədər müttəfiq olan insanlar belə ümumi layihələrin uğuruna şübhə ilə yanaşa bilərlər. Pul məsələlərində kiçik itkilər və uğursuz qərarlar mümkündür. Bugün əvvəlcədən planlaşdırılmamış böyük alışlar etmək, ciddi müqavilələr bağlamaq və ya kredit götürmək məsləhət deyil. Bəzi əqrəblər imkanlarını olduğundan artıq qiymətləndirə bilər və bu səbəbdən çətin vəziyyətə düşə bilərlər. Oxatan. Hər şey asan başa gəlməyəcək və bəzi oxatanlar məqsədlərinə çatmaq üçün ciddi zəhmət çəkməli olacaqlar. Amma siz istədiyiniz nəticəni əldə etmədən geri çəkilməyəcəksiniz və məhz bu israrlılıq sayəsində uğur qazanacaqsınız. Bəziləri buna sevinəcək, digərləri isə qızqanaraq gizlindən mane olmağa çalışacaq. Ona görə də ətrafdakılara diqqətlə baxın və gizli niyyətləri vaxtında sezə bilin. Həmkarlar və rəhbərlik ilə münasibətlər gərgin ola bilər. Üstəlik bu, əvvəllər eyni mövqedə olduğunuz mövzularla bağlı ola bilər. Sakin şəkildə müzakirə aparın, qarşı tərəfin argumentlərini dinləyin və hər şeyi ölçüb biçin. Oğlaq. Bugün çətinliksiz olmayacaq, amma sizi sevməyənlərin istədiyi qədər də pis keçməyəcək. Keçmiş səhvləri düzəltmək və onların nəticələri ilə məşğul olmaq lazım gələcək. Bəzi oğlaqlar bunun üçün digər işləri kənara qoymalı olacaqlar. Bununla bərabər hər şeyi kifayət qədər tez həll edəcək və yaxın gələcəkdə işinizə yarayacaq dəyərli təcrübə qazanacaqsınız. Maliyyə baxımından gün əlverişlidir. Yeni il hədiyyələri seçmək və ya yaxınlarınızla birlikdə istifadə edəcəyiniz əşyalar almaq üçün münasib zamandır. Pulu havaya sovurmayacaq, iri məbləğlərə dair qərarları tələsmədən verəcəksiniz. Dolça. Bugün istədiyinizə nail olmaq mümkündür, amma bu dərhal başa düşməyəcək. Nə qədər tələssəniz və başqalarını tələstirsəniz belə hadisələr yavaş inkişaf edəcək. Ən doğru yol bunu sakit və fəlsəfi şəkildə qəbul edib seçdiyiniz istiqamətdə səbirlə irəlilədəkdir. Əvvəldə sizə dəstək olmuş insanlar bugün də köməyinizi əsirgəməyəcəklər. Əsas məsələ çətinliklə üzləşən kimi onlara vaxtında müraciət etməkdir. Problemləri nə qədər tez bölüşsəniz, onların öhdəsindən gəlmək də o qədər asan olacaq. Balıqlar. Bugün başqaları üçün çox faydalı işlər görməli olacaqsınız. Bir çox balıqların şəxsi planları arxa plana keçəcək. Çünki ətrafda köməyə ehtiyac olan insanlar olacaq. Bundan əlavə başqalarının buraxdığı səhvləri düzəltmək də lazım gələcək. Bu sizə o qədər də xoş gəlməsə də, nəticə gördüyünüz zəhmətə dəyəcək. Kiçik maliyyə çətinlikləri və gözlədiyiniz ödənişlərdə gecikmələr mümkündür. Ona görə də xərclərə tələsməyin və vacib olmayan alışları təxirə salmağa hazır olun.